Allah lütf eləyəndir, əta edəndir, Vəhhabdır, bağışlayandır, hədiyyə edəndir, Latifdir, yəni budur, Rəhmandır, Rəhimdir. Allah nə qədər o gözəl sifətləri insana verib. İnsan bu sifətləri özündə təzahür elətdirməlidir. Onun üstünü bir dənə ego basıb, dünya istəkləri o mamır kimi onun üstünü basıb, onu bir təmizləmək, cilalamaq ki, o sifətlər üzə çıxsın. Və hər belə aylarda da ona şərait yaranır. Necə ki, o deyir, beton tökmək istəyirəm, gərək yağış yağmasın da, hava quru olsun ki, beton töküyü filan filan. Bax, bu da mənəvi ab-ı hava gərək elə olsun ki, Allah Teala bir dənə vaxt ayırır bizi üçün ki, bu vaxt münbit şəraitdir. Qaşı ilə o içəridə olan egonu aradan apar o məni, ənə, mən, mənəmliyi, sındır təkəbbürü.